kız yavaş da. Ne hacı? Hansı hacı? Burada hacı yoktu bacı. Hacını istəyirlər. Şamil müəllim. Xeyr ola. Adama salam da vermirsiniz. Özde bu ahır günler yaman geyinip keçinirsiniz ha. Allah hatasından saklasın. Sərdar müəllim bayaqdan 3 dəfə zəng gelib siz soruşun. Ben açaldı burada ya. Biz 2 saattir doktor Məbişin yanındayım. Anası ölmüş, Abdullah'dan danışırıq. Ne olub ki? Deyir kişinin vəziyyəti çox ağırdır. Ne danışırsınız? Ha. Bir gün sabahlandı. Apışıqlı infarkt. O yandan da karaciğerli serrozu. Yazık kişi. Yaxşı. Deyirsən səndən mənim soruşur mənim. O heç gedərəm. Sadıq Həsənov deyəcək, mənə soruşur. Yox. Mən hamıdan tezi gəlmişəm. Sonra Ruslanla Məcid gəldilər. Zərifə məzuniyyətdə də bilirsiniz. Xəlildən də ki, hələ xəbər ətər yoxdur. Xəlil isə, onun pastaya adısı var. Hər gün işi 3 saat gecikir. O gün axşam saat 5'də zəng eləyib. Deyir ki, mən bir gün bəlkə işə gələ bilmədim. Zalım oğlu zalım, saat 6'da iş qutardı, bu 5'də zəng eləyir. Hələ belə işlər Abdullah müəllimi çərlətdi də. Biz gəldik edərik, sən yaşa dünya. Bəs dedilər indiki qriplərdən tutub Abdullah müəllim. Ana Ruslan, sən ömrü boyu bildiğini də danışırsan, bilmediğini də. Kişi gelip tutulmuş. Sonra kızdırması kalktı kelle çarpığa, oldu hapşırdı infakt. Həkimlər dedi tərpənməyin bunu. Sonra baxıb görürlər ki, ana bunun serrozu da var imiş. Serroz peçeli, karaciğerin serrozu. Anladın? Şamil müəllim, o bəyiş xəbəri kim getdi? Ana dedim də, doktor Məbiş. Qonşusu. İnfeksiyon xəstəliklərinin şöbəsində doktor Məbiş var ha. Ha bax o. O da adam değişmədi də, Məbiş. Məbiş nədir? Məbiş də heç adı olar. Ata-anası verən addır da. O nə eləsin? Geçsin değiştirsin. Eləsin Məhmet. Ben burada Abdullah müəllimdən danışıram. Sən də yapışmışsan bu Məbişin saqqalından. Adam iğrənir onun saqqalını. Mən hələ mənəm oğlanlara gözümün ucu ilə də baxmıram. Bu da deyir. Alo? Bəli? Elmira xanımla danışan? Yox. Bəli. Xəstədir. Evdə yatır. Yaxşı. Sağ ol. Sağ ol. Abdullah müəllim soruşurlar. Hə. Nöştə məndən ağırdır. Çox ağırdır. Heç gör sözdür sən Allah. Hamiyə mən açot verməliyəm. Şad xəbər zatdır biyəm. Bir də mən hardan bilirəm kişi çox ağırdır. Ağzımda sənə bir qəzetli söydümüşəm. Deyir, hardan bilirəm. Kim Abdullah müəllimi soruşda və özüm danışım. Yaxşı. Bir də burada nə var ki? İnsan dünyaya ölmək üçün gəlir də. İnsanlıq adam var bir ya. Elə biri mən özüm 3 tür dərman atıram. Atamın gördüyü Atinol, Kaptopilin, Nefidepil. Həkim olmağı da bir şey pisdir. Hər şey bilirsən. Bilirsən ki, çerroz ölümü deməkdir. Yüksək qan təzyiqi. Bax, haradasa oxumuşdum. Deyir, yüksək qan təzyiqi sözünü ürəyində saxlayan çox mədəni insanların xəstəliyidir. Şair nə gözəl deyib.
Şahhatin qədri bilinməz. Ta ki bir var olmasa o. Ben de şair olacaktım be. Atamı görünce atam koymadı. Dedi yoksa gül gibi şairdi dedi. Ha, Şamil İsmet oğlu. Kim koymadı ki? Dünelden bir daha şiir yazmışım. Ben öyle bakayım sizi kulak asın. Şamil Evet, müəllim, kime şiirdi? Sərdar müəllim sizi gözləyir. Cibimde de o kadar kağıt var ki. İnce cilt kitaplarım çıkmış. Belki de halk şairiydi. Ayaqdan 3 dəfə zəng vurub kişi. Bildim de. Gedirəm. Sen koymazsın. Alo, bəli? Xeyr, bacı. Yenə hacı. Səhv düşmüsünüz. Neyinizə lazımdır hansı nömrədir? Deyirəm, səhv düşmüsünüz də. Camaat lap xərəb deyə. Serdar beni. Salam aleyküm. Gelmiyorlar. Salam aleyküm. Ay, gel. İşte beni aktarmışsınız. Ay, axtarmısınız sözdür. Buna vaxtın işin gəlməkdə. Ay, özün də indi şöbə müdürünü əvəz edirsən. Ay, nə olmazsa? Hadi tutalım da ha. Ay, intizam məsələlərinə ciddi fikir vermək lazımdır. Düz bir həftədir fikir verirəm. Sən o xəllin var ha. Ha, istəyəndə gəlir, istəməyəndə gəlmir. Gəlmirdən ha. Ha? Nə bax ya? Bayaqda bax, yoxlamışam. Yine yoktu. Bak tutalım ben ha. Adama ne deyirlər ha? Gül kimi oğlanlar qalıb işsiz, Xəlil kimi yer zanit eləyənlərə maaş verir. Onların nazı ilə oynayır. Öyledir, ay Serdar Bey'im. Bütün günahlar Abdullah Bey'imdedir. Görüşün. Şimdi, kadr məsələləri ki siz baxırsınız. Öz əlinizdə dörmür ya. Bir de ben gelmeyene çoktan gelmişim. Ha. Atamı görür için. Haçandı burada ya. Bayaktan doktor məmişin yanındaydı. Məmiş. Adam ad çək ha, məmiş. Məmiş getsin şimdi alacaq. Abdullah Bey'imle danışırdım. Hə? Kişinin vəziyyəti çox ağırdı. Uje vot-votdadır. Gülcan vot-votda. Bilmirsiniz, dərd gələndə Batmanla gəlir də. Hə. Kişi əvvəl qrip olub. Hə. Sonra qızdırması qalxıb hövlü bəlaya, vurub kəllə çarxa. Olub apışırdı infarkt. Bir yandan da qaraciyər işləri körləyib. Ha, kalsiyum eləyiblər, görüblər serrozdur. Heç telefona da gələ bilmir. Neçə dəfə arvadı ilə danışmışam. Bəhanə edir ki, telefonu şunuru qısadır. Güya həkimlər ayağı durmağa qoymurlar. Amma əslində Abdullah Bəlvicə qalxa bilmir. Köpayalı yaşı, 64, zarafat da öyle. Ne bileyim, vallahi canım çıxdı. 60'lık nədir ki? İş təkcə yaşda olsaydı da vardı ki. Yaş bir yandan, kasıbsınız da o bir yandan. Özünüz hal əhlisiniz. Bizim bu elmi tədqiqat institutu xəstəxana deyir ki, həkimlərin dolanışığı olsun. Maaşa baxan adamlarım da. Yoxdur, nəysə. Qaydaq sənin Xəlilin məsələsini. Xəlili, Abdullah müəllim çox qudurdu. 2 gündən bir gəlir ki, maşınımın pompası dağılıb. Abdullah müəllim heç nə demir ona. Ha, doktor. Abdullah müəllimin yerinə indi sən deyirsən. Ha, niyə bir dənə raport yazmırsan, rədd elək getsin onun işini dalayacaq. Ha, kadr məsələlərinə mən baxıram, amma raport seçini eləmirəm. Doktor, mənim çox yaxın bir adamım var. Ha, atamın dayısı oğlunun bibisi nəvəsidir, nə? Həkimdir. Özü də Moskvada qutarıb. Ha, o cür kadr işsizdir, amma xədir kimi avara işləyir. Sərdar müəllim, raport yazmaq mənim əlimdə su içmək kimi bir şeydir. Günü bugün onu tapdırıram, izahatı yazdırıram. Üstündə də bir dənə mənim raportum. Necədir? Ay, əladır, ha. Ay, dur getdin, ha. Aha,
Yazdırdın ha. Ha, gedirsən bax indi bu saat. Bunun raportunu yazırsan. Mən də Sadıq müəllimə məlumatını verirəm. Bir dur get. Sərdar müəllim. Abdullah müəllimin naxoşluğunu Sadıq müəllimə mən desəm yaxşıdır, ya söz deyirsiniz? Siz də Atozun, dayısı oğlunun, bibisi oğluna deyin ki, BBC nəvəsinə. hə, BBC nəvəsinə deyin ki, dərd dokumentlərini hazırlasın. Xəlili də rədd eləmək lələşin boynuna. Ata dur getdin ha. Gel işində ol. Sərdar müəllim, bir söz soruşmaq istəyirəm. Vallahi, heç bilmirəm necə deyim. Abdullah müəllimin yerinə kimi qoyacaqsınız? Ay doktor. Ay özün deyirsən ki, kişi can üstündə. Ay, bilirsən ki, bu dünyada hər şeyə çarə var, bircə ölümdən başqa. Ay, bu kişi canın rahat paravat tapşırsın, geçsin işinə. Ondan sonra ağa durulacaq dururdan ha, qoy. Qorxuram sonra gecikərəm. Doktor məmişi qoyarlar. Yine doktor vermiş, ay bu geçsin işin doğrusuna. O gecələr də yatıb yuxusunda görür ki, bizim şöbənin müdürüdür. Atamı görür ki, indi nə yangın bir söynür ki. Bu məmiş kimilər vəzifə üçün adamını öldürər, ay Sərdar müəllim. Ana, nə olub digidən? Bana bir şair yazmışdı ki, zaman qatar orasıdır, yəni bir vağondur. Mən oturmuşam, sən ayaq üstəsən. Astanovkam çatanda, mən düşəcəyəm, sən oturacaqsan. Şeir yadımdan çıxıb, vəbşim deyir, nə fikir eylə, nə əlləş, dövməm çatımdır mənim, mən düşürəm, sən əyləş. Vəbşim mənə də, mən prosta maraqlarım. Doktor, cibində skripton yoxdur. Abi, tapdım, lazım olmadı. Doktor, yaxşı da, get baxarıq. Sərdar müəllim, mənim ümidim sizədir ya. Mən çörə itirən oğlanlardan deyiləm. Necə lazımdır, o cürdə xəcalət üzrə çıxacaq. Doktor, bu şöbə müdürü məsələsinə Sadıq müəllim özü baxıraq. Sərdar müəllim, bəs sizin sözünüz, rəyiniz, mən hər şey bilirəm də. Sizin bir sözünüz... Hətta yaxşıdır, baxarıq, get. Xəlilin məsələsindən də arxayın olun. Mənlə iş gördüyünüz xətircəmlikdir. Bir daş altda, bir daş üstə. Günü bugün iki daşın arasında həll edeyim məsələni qutarsın geçsin. Kişinin sözü bir olar. Doktor. Privet. Get baxarıq. Başla. Sağ ol, Sərdar müəllim. İyi getdin ha. Alo, Kızılı. Nəfərsən ha? Mənəm. Ha, nə var? O, sən dediyin adama denən. Sabahtandan telefonun yanında olsun. Belki çağırttırdım. Biz böyle adamlarıqdan ha. Mənə bax. Mən burada demişəm ki, o mənim atamın dayısı oğlunun bibisi nəvəsi. Özü də əli oğlandı. Nə təri? Oğlan deyil, qızdır. Nətərlə qızdır? Nə danışdın? Deyən görüm ha. Bax, mən deyəsən onun oğlan qızdığı barədə heç nə deməmişim. Alo. İlmira xanım eşidir. Doktor Şamil. Doktor Şamil otaqdan çıxıb. Gələndə nə deyim? Yaxşı. Yaxşı. Adını demək istəmir. Elə bir tanımadım. Bu doktor Şamil İsmətoviç də az aşındızı deyil ha.
Atenol, kaptopre, efetepe. Dindirsən, 3 dərman içir. Bu yanındakı, bu da. Cəmaatın heç fərli başda arvadı yoxdur. Bunun arvadı da var, elə bir üstəlik Lübovnitsası da. Niyə də olmasın Elmira xanım? Əkil buna tamah salam başına. Mən ömrümün axırına kimi evdə qız qalaram. Niyə bu? Emrə xanım. Deyirəm ya, Allahın bu xalqa rəhmi gəlib ki, Şamil müəllim şair olmayıb. Mənə bax Rusi, sən də heç dilini dinc saxlamırsan ha. Bir fikirləş ki, Abdullah müəllimdən sonra şöbə müdürlüyünə əsas namizəd Doktor Şamil İsmailov olacaq ha. Olsun da. Sən nə var ki? Bulda yiyib cənnətdən çıxmısan. Atan prokuror, hanın sudya. İşdən çıxsan da pula bulda yiyəcəksən. Elə xanım. Ham elə bilir ki, bütün prokurorlar, sudyalar yağın içində böyrək kimi yaşayırlar. Elə gəndən biz həkimlər üçün də belə deyirlər. Düz demirəm Məcid? Ölmürəm diqqət mərkəzində olmaq üçün. Adamın sözün danışanlarda. Bu da qəzetləri elə bilirsiniz, jurnalistlər hamısı özlərindən toqquşdurur. İndi cəmaat elə deyib başdı ki, Zakal öz haqqında şair yazıyor. Alo. Nə? Yəni hazır. Bir an özün bilmirsən hansı nömrəni yığırsan? Qoymazlar ki, bir qəzetləri oxuyub tutarım. Güya ki, nə var o qəzetlərdə? Çox şey var. De, Azqoskantan İdarəsinin mətbuat mərkəzi xəbər verir. Azqoskantan, hə? Məcid o arada elə. Kanalizasiya idarəsi. Oranın da mətbuat mərkəzi var. Rusi, indi hər priliçni idarənin mətbuat mərkəzi var. O da bizim Xaloğlu. Şüşə bazarı yoxdur. Hə. Oranın mətbuat mərkəzinin başçısıdır. Niyə də olmasın ki? Məsələn, bizim idarədə mətbuat mərkəzi yaransa, birinci namizəd sənsən. Dolayırsınız məni. Oy Allah eləməzsən. Yaxşı. Daha nədir o qəzetlər? Şamil müəllim, salam. Salam Eldar, nə olub belə? Eşitdim Abdullah müəllim ağırdı. Ha, ağırdır, çox ağırdır. Şair burada deyir, biz gəldik edərik, sən yaşa dünya. Vay, görürsən, yəni heç ümid yoxdur. Yox, daha gecdir. Əvvəl qrip olub, sonra qızdırması qalxıb hövlü bəlaya, vurub kəllə çarpıb, Vay, olub apşır rışı infak. Sonra baxıb görürlər ki, ana, bunun qaraciyərində serrozda var imiş ki. Daş düşəydi mənim başıma, mən batdım. Döşüb ana, Abdullah müəllim sənə deyirdi bəyə, qovuz açın. Yox, ay Şamil müəllim, mən nə bədbəxt adamam. Mən ömrü boyu beləyəm də. Əlimlə verirəm, ayağımla minnətçi düşürəm. Başa düşmədi. Bir həftə əvvəl Sadıq Həsənov tapşırmışdı Abdullah müəllimə ki, institutun adından bir başsağlığı versin qəzetə. O keçmiş işçimiz var deyil, Qəzənfərovdur, neydi? Hə, onun vəfatına görə. Abdullah müəllimin də üstündə pulu yoxdur. Məndən xahiş elədi. Redaktor qohumumdur. Aparıb 6 şirvan verdim ona. Dedim almaz. Deyər, ayıbdır sənin üçün. Aldı. Abdullah müəllim də dedi ki, maaşda verirəm sənə 6 şirvanı. İndi də belə. Kakraz, bugün maaşdır. Yəqin Abdullah müəllimin maaşını alacaqsınız da. Göndərəcəksiniz də evinə, hə? Nə olar? Verin də mənim 6 şirvanını. Əvvəla maaş saat 2-dən sonra veriləcək. Bilmək olmaz, Abdullah müəllim maaş verilən saatacan yaşayacaq, ya yox. Bu bir. İkincisi, bilmək olmaz, kassirşa o pulu bizə verəcək, ya yox. Bu iki. Üçüncüsü də gərək ayın içində icazə alasan da. Arvadı heç adamla danışmaq da istəmir. Telefona çağırmır Abdullah müəllimi. Deyir şunuru qısadır. Sən bəyəmizən gələmiş nə olar ha? Bəli. Eşidən kimi Abdullah müəllim xəstədir, o saat evinə zəng vurdum. Özü ilə danışdı o. Yox, arvadı gəldi telefona. Səsindən zəhrimar tökülürdü. Ha? Ağzımda sənə deyirəm, 2 vat-vatdadır. 2 can verir. Sən istəyirsən onun arvadı fındıqca salıb oynasın sənə üçün. Şamil müəllim, başva dönüm.
Qurban olum sənə. 6 şirvan 60.000 manatdır. 60.000 manatın da 60.000 dərdi var. Qabaqdan da bayram gəlir. Sən gəl belə elə. Geç bağlı şırvanın başından. Yox, bax gör nə deyirəm də. Abdullah müəllim ölsə, başsağlığı verməyəcəksən. Hə? Verməyəcəksən. Tək mən. Bəs kollektiv? Hala kollektiv getdi atlanmağı dalayacaq. Şəxsən sən o kişiyə başsağlığı verəcəksən. Hə? Hala cavab ver də, döşmal ki baxsan üzümə. Bu can səndən çıxmalıdır. 5 gün tez, 5 gün geç. Elə mənə qalır. Geç çıxsa nə olar? Hə, yaxşı hala, adam kişi olar. Təngə gəldi bu telefon zəylərindən. Haradasınız Ayşə müəllim? Bu da olub da. Səhərdən telefonu dağıdırlar. Bayaqdan bir xanım zəng gelib sizi soruşur. Yaxadır. Bu gün neçənci gündür bəyə? 3-cü gündür. Mən 5-ci gün zəng gözləyirəm. Həli gələyib, Yox, evinə zəng vur. zəng vurmuşam. Cavab vermirlər. Bəs Ruslanla Məcid hansı cəhənnəmə gelirlər? Yəni çörək yeməyə qeyblər də. Hər yerdə qulluqçudur, mənim bəxtimə yazılıb, burada da, evdə də. Neynürsünüz onları? Elmira, deyirəm indidən tədarükümüzü görək, sonra gecə olmasın. Sadıq Həsənovla da gələk görüşəm bugün. Nə tədarük, Ayşə müəllim? Nekronu hazırlayaq tip qəzetinə, başlanğıcı üçün pul yığaq. Kişi öldü bir ya, hə? Ay yox, öləcək də. Adamın dili də gəlmir deməyə. Qoy ölsün, öləndə eləyərik də. Əvvəlcədən elə bir nə ziyanı var? Mən atam ölməmişdən 2 ay qabaq qəbir qazdırmışdım o üçün. Atamı gördüyü üçün tədbirli oğul, atası öləndən sonra molla axtarmaz. Ölümə həmişə hazır olmaq lazımdır. Nə biləm, valla. Sonra düşər düşməzliyi olar. Ruslanla Məcid də gəldilər. Məsləhətləşəydin. Nə olub ki? Ana, bundan sonra hara getdiniz, deyin hansı cəhənnəmə gelsiniz. Çörək yeməyə getmək olmaz. Səhərdən axşama qədər burada yapışıb qalmayacaq ki. Alsız eşkiniz yoxdur. Bunu götür, bunu qoy. Bütün günü kompüterlə oynayırım. Düzdəmir, hə Məcid? Tora, Padoviş. Bunu da babası şöbəyə bir dənə kompüter bağışlayıb. Oynayıb xərab eləyəcəksiniz də. Vapşi qalxın ayağa. Aslan otur. Şu yerler üzü. Məcid, yaz. Nə yazır? Hala, otur bilərsən də. Yaz. Yazıram. Amansız ölüm. Ölümüyə baxır. Elmira. Amansız ölüm. Gəl nə olar? Hala yaxşı mallarım var, Aslan. Bak, bir sen ne diyeceğim? Diyelim ki bu kısmet olunca, o da öz kuzlarımız. Gül kimliklere, giysinler dene. Ha, bu ondan değil, bu ondan değil, bu da ondan değil. Dubai'den gelmişim, Atacan Hansın usulü. Özüm gelmiştim, nereye Dubai'ye? Ne geldim? Ne? Hala, değiller üstü değil. Diyelim bu işten burada yoktu ben. He? Sen mallara bak, sen mallara bak. Atacağı herif üstü 5-10 man pul koymuş. Bu nədir belə? Acı çık burada bayram. Ne olur ki? Şun olmazdı, baxa görünən. Hə, Necə ana. edirsən ay ki bunları? Tövbe. Balımın balamın canı çıktı. Ne? Üstüne 5-10 man pul koymuşum. Bir köpüğü o an bu an diyeceğim ki he, bakın tabağa satmış gibi, yüzü divara alayım gibi. O diyelim ona dönsün, ne okulu? Neyden ki ben yalandan danışıyorum he? Neçə ay kişi bu? Ne kaçak dostum ha? Yüksek alırız ha? He? Teksti dene. He. Baba. Hə. Mallarına bak teksti ne? Hala, Ne çık çık? burada bayram. Yok. Buranı döndürmüş alıyor, çıkarıyor.
Götürsünüz bülbülü davay baylar. Şamil müəllim əsəbləşmiyor. Hə, nə? Bir baxın görün nə əntiqə şeylərdir. Deyə Allah, deyirəm sizə lazım olar. Deyimə lazım ki mənim. Oo, bir adamın padarkası eləyərsin. Ben padarkalı adamım var. Lazım değil. Ne var? Pazar kart ne? Alsın, adam tapmağa ne var ki? Ben mum saat pazara çıkartsam, bacım, mum ne bileyim ne kadar kıymeti var. Ben pul lazım, bir o göre. Yoksa memnuniyet çünkü üstü bakan et çabala gelsin. Oy, Ne? ben bunu götürürəm. Bakın, Hə, deh çimiklerine istedi, topu şifanı götür. 9 baha deyirsən. 8 yarım, 8 mayasıdır. 8 şirman. Yan pulu gətir. Nerede, ne? Ver. Bir bu direktörü burada. Alo? Mırbil? He de ne? Kimde diyor? Hep de satıram de ne? He de ne? Ne? Yaş oldu, he. Sağ ol. Sabah geleyim, def mallarım olacak ha. Sabah geleyim, can sağlığına, ne gittim. Elbir'e alıveriyorum Tanrı'nı. Bence sen yaz. Yazırım. Amansız ölüm. Yazmışım. Respublikamızın görkemli tıp alimi. Tamam. O görkemli sözü toz. Üstünde yaz tanınmış. Tıp verimleri doktoru Abdullah Abdullayevi sıralarımızdan koparıp bir dəfəlik aparmışdı. Şamil müəllim. O qoparıb bir dəfəlik aparmış sözlə belə bir təhər çıxır. Bəlkə onu dəyişə eləyə sıralarımızdan aparmışdı. Ha, sen de deyirəm, o da yaz. Boşdur. Yaz. A. Abdullayev. Ay tarixi üçün boş yer qoy. Uzun süren xəstəlikdən sonra 64 yaşında. Uzun sürən? Bir həftədir. Ara 2 ildir lıqqıldayır. Paçka ürək dərmanı atır. Bu uzun süren deyil. Ara ben başımın tükü sarı kadar nefrolog yazmışam. Beni öğreteceksən. Ne deyirəm onu da yaz. Boşdur. 64 yaşında vefat etmiştir. Abzastan. A. Abdullayev 1936 yıl 60 illiydi 96'da doya mı denildi? Elvira neçəsiydi? Bilmirəm. Kişi ölməyib. Siz nekrolog yazdınız onun üçün. Günah diye çesin slova. Ay kine kızı, ne günahbazlıktı. Özünüz bilirsiniz. Şamil müəllim. Yaxşı olar ki, siz onu şəxsi işin kadrlar şöbəsindən götürəsiniz, sonra yazaq. Ya istəyirsiniz zəng eləyim, mən gəlim. Telefon güllədən Abdullah müəllimin listədə olsun götürüm, sonra yazaq. Ağıllı məsləhətdir. Amma zəyli deyil də. Telefon güllədən lişli deyil almaq asan məsələ deyil. Gedim görüm deyil ələmdə. Bir dəfə gülə, əlindən lişli deyil verdiyinə görə bığ vuralım. Ondan sonra olub bürokrat. Vapşey biz hamımız bürokratıq. Atamın gönlü üçün bürokrat. Ha, bizim mentalitet belətdə. Doğrudan ne Şamil müəllim? Bu mentalitet ne deməkdir? Mentalitet yani her hansı bir milletin özüne has olan spesifik cəhəti. Misal üçün Rus milletine has olan bir cəhəti deyib sizə. Görürsən bir yerde səhərəcə sabaqonu sillər. Səhər bir iş elə yox, belə oldu. Biri düz tərpənmədi. O biri deyir, net ki net. Slujba, durujba. Ama bizim mentalitetsə. Ama biz ayrı aləmik. Hələ ki körpüdən bir keçdik, oluruq 50 qahım. Bizim mentalitette o da var ki, birbirimizin ayağının altını qazanıq. Bizim kimi ikinci belə millət ola bilməz. Bilirsiniz yadıma nə düşdü? Saxla yadında, gələrək danışam.
Siz də yerinizdə olun. Mən indi gəlirəm. Yerimiz olmayıb harda olacaq ki? Ruslar, sən uzun danışma. Elvira, Xəlil gilə zəng. Nə qədər zəng vurum? Cavab vermirlər də. Doğrudan Dünən Xəlil gedəndə bir söz dedi. Nədir? Nədir? Dedi sabah gəlsəm gəlmişəm, gəlməsəm gəlməmişəm. O da o filosof deyə. Şamil müəllimə işləmədi. Nə yemə lazımdır? Privet canım. Ne gedir? Heç işdəyəm. Dayı da. Kişi deyirəm cavab vermirlər. İnanmır da. Alo? Ayça. Müşteri zəngilədin. Haradaydın? Bir hafta çıxmadın orada. Qarnıva soğuqdu ki. Səməd ağa, qurban olaram sənə, soğuk olub sənə. Əllərini yudum. Oradan çıxanda əllərini yudum. Yaxşı an düşmədi. Nə oldu sənə? İnandım. Salam Gülə xanım. Qəlbi olan. Ayça. Zat elə, get birinci xaladeyikin qabağına. İkincisi işin olmasın. Aşağıda, xaladenikdə aşağıda, Emalovunda qazan var. Onu çıxar, qoy stol üstünə. Ged elə gəl, gözləyirəm səni. Gülə xanım. Görürsən, telefonla danışıram, məşğula baxır. Üzr istəyirəm, bağışlayın. Ayca, çıxartdın? Ay, sağ ol. İndi qazımız var ha. Qazımızın üstündə şkafda dəmir qazan var. Amma aslı olarsa, amma düşər başına ölüm yıxılar. Atamsan, anamsan, bacımsan, qardaşımsan. Yaxşı, ged onu da çıxart, gəl qoy stolun üstünə, gözləyirəm. Buyurun, eşit. Qara yerə soxum elə, sizi elə, qara yerə soxum sizi. Utanmırlar, qızarmırlar. Əyri qışlarınızı qoymusunuz cəmaatın qabağında. Bana da cəhləb geyir. Qoydum, Neyi? onda qaşığı götür. Qaşığı götürürsən, Emalovunun qazandakı xoregi tökürsən dəmir qazana. Yo, onda xoreye qızdırarlar. Ata o yandırar, bir sərsəmə zağı heç də bilmirsən, eşən. Atamsan, mənim. Ne edirsən boyat xoregi? Hazırlamışam da, uzağı saat yarımı öydəyəm. Bir gündə düşbərə pükdüm, biraz doğu eləmişəm. İndi görüm bir dənə nəsə eləyəcəyəm. Görüm də indi fikirləşəcəyəm də, qoy sürpriz olsun sənə, hə? 2 dənə yumurta qeynət yigirəm. Uzağı saat yarımı öydəyəm. Qurban olaram sənə, bir canıma qurban olam. Həyatımsın, mənim. Zat var, şkafda miska var ha, miska. Dəmir miska. Ay sağ ol, ona 2 dənə yumurta qoy üstünə, su al, qoy qazın üstünə. Möhkəm qaynat ha, bək qaynat yine. Gel qaynat gəl, gözləyirəm səni. Gülə xanım. Şamil müəllim, mənim həyat yoldaşım bu günləri çörək yeməsin. Yeşir, yeşir. Qoy yesin də. Duş olsun. Yeşir də. Atma! Mənim otağımda dərman atma. Döşür. Qoymur. Kim qoymur? Molla. Əki dünənlər işləmi kestirmişəm. Mənim yanımda dərman atmaq, asqırmaq, bəz getirmək olmaz. Ay başınıza dönüm, gələn mənim üstümə dərmanla gəlir. Burada su yoxdur, yer Ramizin otağında içirəm. Ramiz kimdir? De Uzundrazın, diyetistik boş yiyenin. Babacan sən? Salam söyle. Mənəcə salam söyləyir. Hansı marka? Neçənci? Sağ ol, Alo, oldu. Emrah xanım danışam. Xeyr xanım, gəlmədi. Şamil müəllim gəlmədi. Alo. Emrah xanım danışam. Nə? Makaron fabriki deyil bura. Makaron fabriki işləyib ya. Mən bilən işləyir. Ardan.
Dəzgahla apardılar. Hansı təcəfləri? Deşiyi açan. Bəs ola bizim qonşu haran direktordur? Qoluyursunuz məni. Qoluyursunuz məni, ha? Elmira xanım danışın. Ayca, qeynətdin? Hə. Mənə bax, qoy limçiyə qoymusan, qoy soysunlar. Sonra tuşla yine baba stolun küncünü. Yumurtanı belə tut və əvvəl başını vur yine. Sonra çör gerisini vur yine. Qabığını soy yine. Adam balası kimi qoy yine limçiyə. Yaxçı ha? Onları duzlayırsan. Eşitirsən? Duzlayandan sonra əvvəl onun ağını yeyirsən, sonra sarısını yeyirsən. Birdən çaşarsan, sarısını yeyərsən, sonra ağını evim yıxılar ha. Şama, dünən gördün mü oğlan nə dedi? Hə, bizə hələliyə atam nabarot şeylər eləmək olmaz. Yaxçı. Boy var, boy. Yes, Ne sesli? Gelin. Ne lazımdır? Ya bol satıram, bol. Həli. Ya doğ çiçeğinin bolu. Doğ çiçeğinin Yavaş Gunca. Asta. Ya oralar var ha. Ha. 100 kilometre var. Yani uçer. 12 kilometre yol gider. Doğ çiçeğinin soru. Sonra da haydiler uğrar. Gelip girirler patalarına, doldururlar var bu adam kızım. Doğ çiçeğinin bolu. Bakalım bunlar harda belə dadanıb buna? Bəyaqlarda biri gəlmişdi bizim şöhrəyə. Bol sata ha? Alverçiləri, dilənçilərlə tənki gəlmişik də. Nə bileyim eyvallah canım çox. Ayşamil mənim, sən niyə evə gelelim? Mənə bal lazımdır axı. Sən Allah təmiz baldır. Kızım, kimizin canı için doğ çiçeğinin bolu. Özüm olayım mı? Alo? Ayca. Şama. Ne tez yedin yumurtalar var ata? Hə. Əcəb elədin. Bal satan gəlmir bura. Hə, təmiz bal getirib dağ çiçəkləri. Hə, lazımdır onsuz da bizə də. Sən xəbərin oldu da Annuşkan qozlarını bəyənmədim ha. Yo, firə antika ləfələr gətirib, yekə. İndi bu bal da təmiz olsa, elə qarışdırıcıyam. Allah qoysa dərmanımı düzəldib, başlayaq kursu çiynəyə də. Hə, qurban olum sənə. Тебе же надо, Şama. Hə, gülüm. Oldu, öpürəm səni. Sən ki, hə, oldu. Vay. Qurban olaram buna ayol. Lan bana bak. Şov değil, ha? Nədir? Şov değil. Burada dəlisən? Bu boydan da kişiyə uşaq deyirsən? Ben ne bileyim kızım, ben ne bileyim. Hoşbaxt bu. Sən Allah təmiz baldır. Kızım benim boşum için temiz bu. Kişiyə lazımdır var. Ha. Kızım o 28 var ha. Hə. Burada o tüm satandan televizyon satana kadar hamı Xanəlinin boşuna and içir. Benim boşuma and içir. Dadına bak. Hadi kızım. Evet. Xəcalət qəşdəniş. Ben bana bu halimdik ha. Hesuğa qatıb buna deyir təmiz baldır. Xəcalət qəşdəniş. Ha, bu halimdik hardan bildin ha? Zabur pesov peşendar. Vot təmiz əngıvi. Kızım niye? Ne diyorsun? Səni batırı ayıbı. Şamil, tut bunun ayaqlarından. Şamil baka, Şamil öyleme. Öyle tut. Şamil Büke. Şamil baka, Şamil. Gülə xanım, ne diyeyim bunu? Bu dəqiqə bax bu baba bir banka balı bütün gidecek bunun boğazına. Sen lazımdır, ölüm eləyə sonra gəlib bunu da nekroloqdan yazın. Cəhənnəmə ölsün, bunun canı iç canından bəhsə açaq Şamil baka, kızım beni bırak. Şamil büke. Beni bırakın gidin de. Açaq suyu. Beni bırakın gidin. Dinə pesovdu. Pasoydu. Pesovdu. Dur rekto. Allah sibil bir de. Dur rekto tez elə. Çımayla bir. Protezim kırık. Protezin girsin gözüne. Çık tez elə. Hadi götüreyim de. Götür. Nereye? Hadi lan. Sıpazuva. Buna bak yine nerede canmandı içeri. Ay beni ölsün öylesen. Ölsün öylesen. O pasok değil, bu bal değil, bal. Hele. Hadi lan. Beşlisi. Size ne lazımdı Şamil benim? Siz əsəbləşməyin, Gülə xanım. Qoyursunuz benim əsəbləşmeye. Qoyursunuz benim işlemeye. Maşallah. Günü gündən də gözəlləşirsən. Yok ha.
Allah haqqı. Adam Allah'a yalandan and içmez. Allah adamı belinden bırar. Biz dedi. Gülə xanım. Ne sözün var diginen kısa konkret. Bizim Abdullah müəllimin lişli deyalasına baxıb qaytarıb. Mən dişini deyilanı ələ vermirəm, oduzu vermənəm. Mən tövbəliyəm o key gül dəstədən sonra. Xəbərin olmadı, başıma nə oynaşdı. Gəldi məndən dişini deyil istədi. Mən də verdim, dedim adam balasudur da. Bu neyləsə yaxşıdır. Apar bu dişini deyilanı, qoy bir həftə öydə. Burada da yoxlama. Sənət hanı? Sənət yoxdur. Atamı yandırdılar. Bir dənə strogi vıqır, pasirdə pırtıpıcı deyirəm. Qoy bunu yerinə. Mən dişini deyil, ələ verə bilmərəm, qardeşim. Gülə xanım. Əvvəla məni hər yetərə tayirə verirsiniz. Bu bir. İkincisi... İkincisi də sənə meyvə lazımdır Abdullah müəllimin dişini deyilası. Kişinin vəziyyəti çox ağırdır deyirlər. Abdullah müəllim? Ehtiyatda gidi yarışıqdır. İstəyirəm nekrologu yazım hazırlayım. Necə yanı var? Nekrolog? Əvvəl axır mənə yazdınız elədə, bilirəm də. Hani o? Səndədir. Sən götürdün? Neyi? Tapdım. Bəlkə elə Abdullah müəllim sağalıb duracaq ha? İndi nekrolog neçə yazırsın? Əyib də Yox, gör. yox Gülə xanım. Hara durur? Əvvəl kişi qrip olub. Sonra qızdırması qalxıb hövlü vəlaya, vurub kəlləcağı, olub apışırdı infarkt. Bir də baxıb görürlər ki, ana, bunun qaraciyərində serrozu da var imiş. Şamil müəllim, bir dənə fındıqça çalıb oynamağın çatmır. Nüş söylürsən adı? Kim söylür? Sən? Mən? Söylən atam atasına lənət. Yaxçı, yaxçı. Yaxçı. Gülə xanım. Bəli. Yaxşı. İndi nə edəyək? Nə? Nekrolog. Lişli deyələ. Baş çəkmişsiniz? Kimə? Abdullah müəllimə. Yox, hardan? Arvada heç telefonu yaxın bıraxır o deyil. Elə qoymasa yaxşıdır. Mənə daha sözünüz yoxdur ki. Yox. Gedə bilər. Gülə xanım, mənə 3 dənə şey lazım idi. Anadan olduğu günü, ilini, ayını bilirəm. Namizədliyini nə vaxt müdafiə edeyim, doktorluğunu nə vaxt müdafiə edeyim. Əsərlərin sayını da bilirəm. Mənə bir dənə şey lazımdır. Sadıq Həsənovun icazəsi. Maçı qucu darıxmışam. Sən hələ kül başıma. Sadıq Həsənovun atasına lənət, sənin də. Süd yanığı, əri gedib ağ günə çıxıb mənim üçün. Sağ əlin bizim elmi elədim başına. Şamil müəllim. Nə də lan? Şamil müəllim, bayaqdan sizi gözləyirəm. Evlərdən zəngin uçdum, telefonu arvadı götürdü. O saat da boy verdi. Hara verər də, qarın olsun ana, iğləndirmə məni bu dünyadan. Ana kişi orada can verir, sən də veştimanın hambalı kimi yapışmışsan bu bir arpasının quyruğundan, 5 tane. Bir abbası deyil, xay Şamil müəllim. Axı 6 Şirvan bey, hardandır mənim üçün 6 Şirvan? Mənə deyən lazımdır, ay oğlay. Ay fərsiz ol, fərsiz. Sən nə ev lazımdır aldı? Kim ölüb, kim var? Qoydular məni bu institutda bircə saatlıq direktor. Sənin kimlərini iti qovlayan kimi qovlayardım buradan. Buna bax yenə, kişi ölməyib, nekrolog yazsın. Mənə deyir, qəşəngləşmisən. Şor göz oğlu, şor göz. Qəşəngləşsin sən onun, sən bacun. Məni begənən begənib, mənim ərimə nə gəlib? Belə kişi var, kişi də bu. Görən sən gələmədik bu kişi. Hı? Götürmürük. Nöşkeş gəldin telefona. Hardaydın? Yenə oradaydın. Abalam, səndə can qalmadı ki. Səma,
Mənim də vapşə boğazım ağrıyır. Hə. İndi nə edirsən? Bəlkə bir damcı yatasan mən gəlinə qədər. Hə? Hə, götür telefonu da. Geç spalnımıza. Xərçərin üstünə başmaqla keçmə girən ha. Hə, yaxşı. İstəyirsən? Hə, laf yaxşı. İstəyirsən mənim kravatımda uzan. Amma birdən buraxma ya özünü. Kravata. Hə, asta-asta otur girən. Hə. Çatdın? Deyirəm çatdın? Hə. Ədyalı qaldır. Uzan girən. Hə. Ədyalı çək üstünə. Telefonu qoy yine qarnın üstünə. Oxuyayım Səlçin. Nə oxuyayım? Ya девочка восточная, я... Yox, onu istəmirsən. Besalsın. Hə, yaxşı. Yum gözləri oxuyayım. Yum gözləri. Mektep illeri, ömrümün en güzel, en şirin illeri. Mektep illeri, duygulu, en şirin, en güzel illeri. Ay la 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 lay, la 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 lay, la la lay, la la. Mektep illeri, ömrümün en güzel, Siyama, en güzel. Neyim ay Allah. Bir deli şeytan deyir, dur bir yerde xingal keskinə. Sənin evin lazımdır, kim ölüb, kim qalıb? Mikrolog çap elətdirmək sənin harava yaraşır? Vəzir, geç yerine. Yaz. Elvira, Xəli gəlmədi. Yox, Zəng vur evlərdə. cavab vermirlər. Dalbadan zəng vur. Yaz vəzir. Amansız ölüm. Onu yazmışam. Öldü be ya. Kül oldu mənim başıma. Mənə deyən lazımdır, ay fərsiz oğlu fərsiz. Ay vicə yaramaz. Niyə demədin yoxdur pulum? Sənə deyirlər pulum var, de ki yoxdur. Altı şirvan quş kimi uçdu. Lap elə quş kimi. Şimdi mənim başıma nə iş gəlir, ürəyimin təmizliyindən gəlir. Eldar, yekə kişisən, elə bəlkə sənə adı söz deyib. Bildi? Yaz vəzir. 1936-cı ildə Bakı şəhərində arabara getdi. Abda da iş talayıcı çıxıbdı. Ana qoy burada bu zavul da mən işləməyinə. Başdan oxu gör nə yazmışsan. Amansız ölüm Respublikamızın görüşən... Elvira xanımı danışam. Bəli. Bu dəqiqə. Şamil müəllim, siz istəyirlər. O ölümdə saxla. Kimdir? Əmir xanım. Bu da. Bayaq sizi zəng vuran. Alo. Hə, əla. Sən necəsən? Evdəsən? İşdən baş açmaq olur be ya. Ya, elə problem yoxdur. Hə, administrativli işlərdir də. Yox, bugün yox. Biz 5-ci günə danışmışıq da. Hə, mən də. Silueti və değişib obrazım. Necə işim obrazım necə öpürlər görəsən, ha? Bunların çox arvadlığa rəsmi icazələri olsa, nə oyundan çıxarlar görəsən? Amanın, dünyada kişi qıtlığıdır da.
Amma belərim olsa, öz əllərimlə səhər saat 5-in yarısında boğaram onu. Hə, aldı. Mən də. Hə, sağ ol. Axı vəzir. Amansız ölüm Respublikamızın görkəmli tibb alimi, tibb elmləri doktoru A. Abdullayevi... Sənə demədim. Görkəmli poz, tanınmış yaz. Abda pozmuşam, oxuyanda belə oldu. Ha, yaxşı. Atasının adı bütöv yaz. Abdullah Əli Səttaroğlu Abdullayevi. Səttaroğlu Ha. Abdullayevi sıralarımızdan aparmışdı. Ha. O qoparıb bir dəfəli aparmışdı sözlərdən, döş deyirsən. Şamil mən heç nə dəyməmişəm, yaddaşımdadır. Yaxşı da Allah oxuyurum. A. Abdullayev, burada mən ayın tarixi üçün boş yer qoymuşam, öləndən sonra yazarıq. Uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Bu qəfil ölümlər yıxdı milləti. Ana, qəfilləş olur. Uzun sürən ağır xəstəlikdən sonra da. Sırağa günə kimi deyərdi ki, kişi bu tezliklə öləcək. Oxu vəzir. A. Abdullayev 1936-cı il noyabr ayının tarixi üçün burada boş yer qoymuşam, baş şəhərində doğulmuşdur. Telefon görə vermədi içini yalanı. Yox, vermədi. Dəyə də oxşayır, zalımı qızı. Tapdım. Da xoş ayya. Şamil mənim. Necə bilirsiniz? Mən Kadrlar Şöbəsinə müraciət eləsəm... Şamil müəllim, bəs Sadıq Həsənovla nə vaxt görüşəcəksiniz? Görüşəcəyəm də. Sən Xəlilə zəng vur. Nə qədər zəng vurum, cavab vermirlər də. Yaz vəzir. A. Abdullayev bütün şuurlu həyatını Azərbaycanda tibb elminin inkişafına həsr etmişdir. O 1900 boş yer qoy. Cildə namizədlik 1900 cildə doktorluq disertasiyasını müdafiə etmişdir. A. Abdullayev... Şamil mənim, bircə kəlmədə söz deyim, mən mürəqqəs oluram. Bəlkə heç səsə salmayaq, hə? Mən özüm gedim kassirlər danışım. Bir şirvan ona verirəm, 5 şirvan da mənə qalar. Cəhənnəmə ki. Əla, sən çaldın. Necə adamlarla işləyir yana biz, hə? Bunlar üçün hər şey pulun vəzifənin başındadır. Daydı bilə o deyil, o boyda kişi. Dünən var idi, bugün yox. Bu 5 şirvanın davasını deyil. Alo? Xəlil olar telefona? Hə? Yo, biz də bilmirik. Necə? Səhər? Onda gələndə deyərsiz zəng vursun. Hə? Gecə gəlməyəcək bir, hə? Yaxşı. Gəlsə deyərəm, yaxşı. Arvadı idi? Hə. Nə oldu? Dedi Xəlili tapsız, mənə də xəbər verərsiniz. Elə belə də dedi. Sözə bax, deyir, səhər gördüm Xəlilin maşını xoda düşmür. 1-2 saatdan sonra pəncərədən baxıb gördüm ki, Xəlil maşını itələyir. Sonrasından xəbərim yoxdur. Əcəb arvad, deyə. Necə xəbərim yoxdur? Axırda oldu, xoda düşdü? Mən hardan bilim? Yəqin xoda düşüb ki, Xəlil ilim itib də. Bütün günahların hamısı Abdullah müəllimdədir. Onun ipini elə yığaram, onun başı qaltığı görməyib. Eybi yox, heç eybi yox. Yaz vəzir. A. Abdullayevin əziz xatirəsi yaddaşlardan heç zaman silinməyəcək. Vəssalam. Abi nekroloğun nə var? Ötür disketi qərənfilə. Qoy printerdə çıxartsın. Mənə bax. Tapşır ki, heç kəsə bir söz deyib eləməsin ağa. Bax gör, bəlkə Rusları da tapa bildin. Deyirlər, otaqda peristanovka edəcəyik. İşçi qüvvəsinə ehtiyacımız var. Nə? Peristanovka? Hə, peristanovka. Şamil müəllim, indi nə deyirsən? Gedim kassirşan yanına. Ne qədər olsa az pul deyil axı. 6 şirvandır.
Ana Eldar, sen de həyasız, nə bidur, nə zıqqı adamsan ha. Ay kimin ağlı dayan olsun da. Nə abır həyə? Öz pulumu istəyirəm də, halal pulumu istəyirəm. Alın maaşını, verin pulumu da. Heç yana gedən deyiləm. Deyirəm, kasır şeylə özüm danışıyorum, ona da dobro vermirsən. Elmira, mən komendanta deyib, gəlirəm. Sən də xəllə zəng elə. Komendantın yanına nüş gedirsiniz? Dedim də, iş yerimizi biraz qaydaya salmaq istəyirəm. Abdullah müəllimin stolunu çıxarıb qoyarıq bayrağa. Darısqanlıqdır biraz. Təzə stolu qoyarıq, bax bura. Artıq işlətdə bizə lazım deyir. Bəzidə deyərsən, Abdullah müəllimin stolunun çirtməsindəki kağızları yıxsın pəncəriyə. Sonra baxarıq, lazım olmayanları cırıb durlarıq. Mənim stolumun yeşiyində də bir şey yoxdur. Hər iki stolu çıxarıb qoyarıq bayrağa, təzə stolu qoyarıq, bax bura. Necədir? O Piristanovkadan əvvəl Sadıq Həsənovla görüşmək istəmirsiniz? Lobiya əkmə, görüşəcəyəm. Sən xəllə zəng elə. Neyinirsiniz ey Xəlili? Biləcəksin. Tapsa, dilə stroş dişə gəlsin. Bu da ölməyə vaxt tapdı. Qabaqdan da o boyda bayram gəlir. Şamil müəllim, salam aleyküm. Aleykümə salam. Səhərdən neçə dəfə gəlmişəm otağınıza. Nə olub ki? Heç, sizinlə ikilikdə düz 2 dəqiqəlik söhbətim İndi yox Murad, indi yox, tələsirəm. Eşitdim, Abdullah müəllimin vəziyyəti ağırdır. Ağırdır, çox ağırdır. Qoy bir işləri sahbana salıb. Şamil, mən orada boğuluram. Yola vermirəm. İşə bax ki, mənim stolum yoxdur. Deyirlər, get komendantla danış. At ölüb, itlərin bayramı da Şamil. Nə demək istəyirsən? Heç. Vaxt var idi, deyərlər, orada oturma, burada otur. İstəyirəm sizin şöbəyə keçim, Şamil. Murad, indi bu söhbətin yeri döyür axı. Şamil müəllim, sizi telefona. Hə, gəlirəm. Sonra danışarım, sonra. Şamil, haçan? Hə, de gəldi. Hə. Şamil müəllim evdəndir, yoldaşımızdır. Hə. Hə, başım bək qarışıqdır. Sözüdür də. Hə, yaxşı, yazıram. Elbir yaz, sonra yadımdan çıxacaq. Hə, de gəlsin. Qatıq, qatıq gedə. Küt, soğat, sarımsaq. Vəssalam. Hə, oldu, alarım. Hə, yaxşı. Bildim də. Hamız belə çələ süzək. Biraz da telefonları puluna eləyəcəklər. Onda nə canımız qutaracaq bu arvatların əlində. Bildim. Yaxşı. Oldu. Bax gələcək. Bir cihazı icad edəcəklər. Rentgen kimi. Ölünü uzatacaqlar o cihazın içinə. Kompüter yazacaq. Bu şəxsin ölümünə bahis olanlar. Uşaqları 5%. Rəisi 10%, işçiləri əgər varsa 5%, amma arvadı 80% bez üskülçədir. Hə, oldu, başla, alalım, oldu. Sağ ol, sağ ol. Şamil müəllim, arvadınızla niyə belə acı danışırsınız? Necə danışmalıyam ki? Əşq elan eləməliyəm. Başqaları ilə danışanda... Ağız, səni mən burada ağız güdə saxlayıram. Xoş ağlıma ay Şamil. Başqasının can güdəni var, mənim ağız güdənim. Mən kimlə necə, nə tonda, nə səyər danışdığımı özüm yaxşı bilirəm. Mənə ağıl öyrətmə. Xatı olmadı ki bir söz dedim. Alo, Elmira xanımdır danışan. Kim? Hacı? Hacı buradan köçüb. Hava günlərəm sənsin, ürürüb dəyər.
eləsən, ki o mənim sənsiz tərlanım, İşim bu qızğın vaxtında. Gəl görək. Gəlmək olar, Əkrəm kişi. Gəl görək Murad qağa. Bizdən bir şey almağa gəlmisənsə gəl görək. Oturub bir dincələk, çay keyf eləyək. Necədir? Sən laf şairmişsən ki. Bu institutda nə qədəm şair var. Bütün Azərbaycan xalqı şairdir. Deyir, günlərin bir günü bir Rus şairi gəlir Bakıya. Hara gedir, qabağına kim çıxır? Alverçi. Bakıda alverçi var. Şair, incə qəlbli şair. Qaydanda deyir ki, bu şey, Azərbaycan xalqı şair xalqdır. Bizdə də bir ağız göçələrdən biri qayıdır ki, yaxşı şeydirsə öz başıma gəlsin. Kişi, elə deyil. Bir var şair, bir də var şeir yazan. Bunlar başqa şeylərdir. Ha, düz deyirsən. Maşallah, maşallah, göz dəyməsin. Gündə də bir şəkil yapışdırırsan divara. Məndə bir mənzərə var. Kişi, sənə mənzərə deyirəm. İstəyirsən, gətirib verim sənə. Yapışdır divara, bax, könlün asılsın. Bunlar sənin nəyinə lazımdır, Əkrəm kişi? Abala, bəyəm ağ at arpa yemir. Bilirsən necə yiyir? Hər halda mənzərə daha yaxşıdır. Mənzərəni neyirlər? Pəncərənizdən baxanda dörd bir tərəf mənzərədir. Yaxşı, neysə. Bu oldu sənin gəlişinin jurnalı. İndi kinosunu ver gəlsin. Kino nədir? Jurnal nədir? Bax, görürsən, bilmirsən. Qabaqlar biz tez-tez gedərdik kinoya. Deməli, əvvəl jurnal göstərərdilər. Novosti dünya. Ondan sonra kinonu göstərirdilər. Elə biz də bir krok seviçka alardık, çırt. Eşit zamanı gedir biz elə çıtlıyıq. İndi belə dəsən də kinonu göstər görək. Yəni sözlüğün Məhməd Qulusundur. Nöşkər misən? Nə istəyirsən? Nə lazımdır? Dəftər, yapışqan, skripka, stol, stul, kağız, pərdə. Salma məni kəməndə, aşıq dözməz bu dərdə. Necədir? Əkrəm kişi, stol istəyirəm. Çıqqılı bir stol. Stol? Stol. Çıqqılı? Çıqqılı. Mənə uşaqları demişsən, nə danışsan ana sən? Mən başa düşməm, siz yazıçısınız, yoxsa doktorsuz. Neyin işte bu stolu? Özür ben bir mebelli fabrikayım, günde bir tane stol doğunu. Özür yoktu da yoktu, kardeş yoktu. Özden de her yanda özünün maliyeşliğinden. Ha millet diyecek sizlere de. Vesselam. Diyen görün bir şey fikirleşir. Neçe başsız orada? Baş deyəndə ki, 5 nəfər Əkrəm kişi. Ha 5 baş da yani. 5 baş, yığışın, adama bir şirvan koyun. 5 şirvana yani bir tane çıkkılı stol alabilmeyeceksiniz. Alarıq. Amma Əkrəm kişi, sən məni elə qarşıladın ki, mən elə bildim, indi ambarında nə var, hamısını verəcəksən mənə. Ambarında bir şey olana, ambarın qıfılı boyda yara çısından damla. Mənim ambarımda sıçanlar oynayır. Bu qabaqlar idi. Hərfləmişdi Sovet hökumətini. Stol pajarısta, stul pajarısta, uçka pajarısta, pitovka pajarısta. Bəyənməz o hökuməti. Yoxdur da. Olmayan yerdən mən hardan tapım verim sənə? Sənin yanına gəlməyimə də peşman oldum, Əkrəm kişi. Peşman niyə olursan Murad qağa? Sən gəlmişsin su almağa, mən də dedim yoxdur da, şey istəyən çoxdur da, mən bir nəfərsiz 500, 50 məndən tamam 100, necədir? Yenə şeir deyirsən, Əkrəm kişi. Neyniyim?
Anam məni şair doğub. Atam da qafiyə ilə əkib. Qafiyəsiz danışa bilmirəm qağa, bizdə hörmət var qonağa. Necədir? Gördüm hörməti. Çox sağ ol. Mən gedim. Hara gelsən? Mən təbim indi gəlib, hara gelirsən? İşləməyə. Sağ ol, getmə, mən tək gülə bilmirəm. Ha, işləməyə, iş var ki işləyəsən, işləyib işləyəsən. Fikirəm kişi, yadında saxla. Hə, Su gələn arxa, hə. bir də gələr. Sağ ol. Yavaşı, yavaşı. Buna bax. 4 aydır bizdə mikrorayonda su gəlmir. Bu deyil bizim arxa su gələcək. Gözlə. Murad mənə stol üçün girişdi. Gördü stol yoxdur. Sürüşdü. Necədir? Kardeş bu kadar kişi olup yoksa arva. Ana bana bak yine sattıktı. Hayatımda bunlar ne sizi pulla karşılamışlar. Ne sigaretinden verirler? Yoktu sigaret al koy cüzbe. Yok bende cin kartı. Ay senin cin kartımı yiyeyim ben. Kardeş biraz sigaretinden bari ver lan. Ay çok sağ ol. Sen burada işleysen sen. Bəli. Ne var? Öyle sersuvetme bakan için bildim ki burada işleysen. Kardeşim. Kardeş deyirəm Allah zamanı əmizin qaraylasın. O vaxt mən də oxasaydım, mən nə bilim mən indi harada oturmuşdum kardeşim. Neyim, popağımı koydum qabağıma, gördüm ki çaxçuq ancaq alverdadır. Odur ki yerimdə aldım. Özümü verdim İran'a kardeşim. Bir daha mallar kesip gelmiş ha. Bak şalvar məndə, könlek məndə, ayakkabı məndə, palto məndə, ne bileyim zülbəzül zontiklər zatlar var məndə. Alt tuman könlek. Mən nə hayda, sən nə hayda. Ne olub be ya? O qabaqlar idi, heç nə tapılmırdı. İndi Bakıda quş dildə desən tapmaq olar. Düzdür atam, düzdür. Pariş qələt eləyir Bakıya. Düzdür. Bak sərfətindən alim adam oxşayırsan, amma sən mən itki başa düşmədin də. Kardeş, bir var ki, durursan basa gedirsən aeroporta, gedirsən nə bilim 28'ə, Razinə. Bir de var ki, kardeşin özü. Zastaf qınadım, getirib qoyuram qapının altına. Qiymətdir ki, həmən qiymətdir. Kardeşsən, baş şalvar məndə, könlək məndə, topaqlar cürbəcür. Sonra at tuman köynəkdir. Corablar var. Sən Allah əl çək də yaxından da. Sən daha su əl çəkmərəm. Uşaq vaxtında əlimizdə mənim sən nə deyirlər? Qırsaqqız. Mən səni bırakan da öyle bir şey almasın məndən. Ha, onu da deyim ki, bir də mənim həqiqi xasiyyətim var. Əlim düşərlidir. Kim məndən bir də balaca çöp alsın, o dağa olmayan yerdən bir də pul gəlir olsun. Qardeş sana. Var olmaq istəmirsən abi ya. Bana bir dənə. 47 giyinirsən. Ayaqla baxan kimi bildim. Qardeş sana. 47 də məndə maşında bir sən nə qadadır. Məndən nə qadadır. Gedək bir dənə bax onlara. Əvvəla mən 47 geymirəm, 41 geyirəm. Laf yaxşı. Qardeş sana 41 məndə maşında 3 cüddür. Qaradır, karis sümüdür, göydür. Gedək bir sənə bax ona. Gedək. Hə, ağ eləmə də. Göy ayaqqabı olan. Qardeş, sən laf o tuşka-muşka kimi danışdın ha. Nə dedin? Yox, yəni demək istəyirəm ki, sən fransızlardan çox biləcəksən. Onu İranlılar onlardan alıb geçib gəliblər. Mən də onlardan ucuz qiymətə almışam ki, xalqımın bələcə balaları geysin də. Ala bizim onlardan neyimiz yaşıydı, ha? Qurban olsunlar mənim millətimə. Bir dənə düşək, bax bir dənə. Gəl, bir dənə düşək, gəl. Sən daha çox əl çəkəndə öyle, ha? Xosi kliyenti mal almamış bıraxsın. Qardeş, sən əl çəkmərəm. Gedərəm polisə. Deyərəm ki, sən beni dökmüşsən, dünən Talkuskanda dalaşmışam. İşlərəndə gəliyərəm ha. Dökmüşsən.
Xosu yox, xosu. Gəl bir dənə, gəl. Gəl bir dənə gedək. Bir gözlərimi bax. Nə olub ya? Sən qoltuq. Nə var ala? Buna bax bir. O. Yaxşı, yerə görə aşağı mərtəbədə işlər necədir? Gəl mənə naz eləmə, ay dəli ceylan. Oxumar gözlərindən olmuşam eylan. Gəl mənə naz eləmə, ay dəli ceylan. Qoymazlar bu hökumətin işi ilə məşğul olan ki. Qoymazlar. Gəl görək. Gəl görək kimsən. Salam aleyküm Əkrəm kişi. Aleyküm salam. Gəlmək olar. Olar. Gəl, buyur. Necəsən? Orta şəkərli qadası. Orta şəkərli nə deməkdir? Yəni Babək. Türklər kofe içəndə... Qəhvə içəndə. Yox, mən bu şaharlıqdan, bu qəhvə sözündən xoşum gəlmir. Mən həmişə kofe deyirəm. Onlar çay içəndə ya şəkərlə içirlər, ya şəkərsiz. Ya orta şəkərli, ya da şəkərli. Bir-birinə rastlaşanda da, soruşanda necəsən, bir orta şəkərli, yəni normallı. Babət. Bakırlar demişəm bobat. Bobat. Sən necəsən? Orta şəkərlisin, meylin çəkir. Ay, öyrət elə. Qadın bək qaradır. Nə şun, baxmırsan? Harda? Abdullah Abdullayev tanıysan da. Ay, necə tanıyırsan da sözdür. Nə olub ki? Kişi ölüm ayağındadır. Məhəllə uşaqları demişsən, nə danışsan sən? Yaxşı kişidir. Yaxşı kişi idi. İdi? Ölüb bəyəm? Yox, öləcək də. Əkrəm kişi, dünyadır da, neyləmək olar? Yaxşı, bu oldu sənin gəlişin jurnalı. İndi kinonu göstər görək. Əkrəm kişi, kino deyəndə ki... Salam bölük. Sən kimsən ha? Qazansın deyirəm ağam gəlim, qazan. Girir bu binaya hər yolun azan. Uy, mən burada da varmışdım şiir yazan. Şeir yazmaq asan deyil. Yazma burada veyil. Necədir? Ah sən, doğrudan da şairsən. Arasını ki, yer başıma qəhətdir, gəlib bazarınızı burada asasınız. Sənin qarın gəlim. Bizim da çörəyimiz bundan çıxır, dana aməllim, Nə dedik? Məllum. İtirirəm səni, ilim. Yandı ağzımda dilim. Belə deyildi mənim elim. Necədir? Əhsən, malades. İndi bebe. Sən, qadan gəlim, məllum. Bebe nə demək? Yəni usulluca, astaca, bas bayraq. Oy, bana mı deyirsən? Biz senden yerliyik, bize yaraşmaz. Bizim yerlerde... Əlim ayağım sənə dəyməmiş, rədd ol buradan. Ne olar? Dayan! Rədd ol buradan. Qudurğan oğlu qudurğan. Nadan oğlu nadan. De sən hardan çıxdın? Sən hardan? Necədir? Əla. Haryadan çıxacağım? Elə muca torpaqdan. Muca torpaqdan, onda rədd ol bu otaqdan muca. Arasını ki, sən deyil, get də. Əkrəm kişi, sən də hər şeydən ötürü istəməyir. Qaqa, bax, dədiyin dədəsini dədəmi görür. Şarj olmasaydım. Bax, bu qazanları bizə, dibinə qədər təpənə yerdə. Deyəcəm günən ki, ağa, şarjım, dana, nə varım, əlim gəlməyir, dana. Aya, aqadan eləyim. Bax, bu qazanlar olmasaydı, sənlə burada qəşəkcənə şeirləşərdim. Qazan, şeir yazır, hər yolunu azan. Bu dərdi tapılmır yazan. Peşman olur yazan da. Gəlsin məclisə, sazanda. Necədir? Aya, yaşayla ney? Belə el sənətkarsan. Qardaş,
Deyirəm, qoy bu qazanları. Aparayım, qoyum doşkuya. Sazımı götürüm gəlim. Yaşımı gəlim. Davay bırak, davay. Yaxşı, indi kinonu göstər görək. Kino deyəndə ki, uzun sözün qısası. Nədir ki, qadası? Ekrem ki, bizim otağa bir dənə stol verdilər də olar. Kim üçün qadası? Nələşir cövd. Nələşin bəyəm stolu yoxdur. Var köynədir də. Sən mənə bir dənə stol ver, əvəzində mən sənə 2 dənə verim. Bu 5 şirvana da Sən al. uşaqlar üçün qəlfət alarsan. Götür, sən ala, götür qoy cüvvən. Bunu da görüb bir söz eləyənlər. Şəhət zad olmaz, qoy cüvvən. 2 dənə fəhlə ver ha, bizim uşaqlar da kömək edəcək. Mənə bir şey belə qaranlıq gəlir. Niyə sən mənə 2 stol qaytarırsan? Bax, niyə? Nə bilim, valla canım çox. Abdullah müəllim öləndən sonra onun stoluna baxa bilmərəm. Atamı gördüyü üçün baxa bilmərəm. İnan mənə. İnanıram qadası. Ürəyimin yarası, ciblərimin parası, nə olacaq sonrası? Necədir? Sən doğrudan da şairsən. Mən də yazıram. Gərək şair olaydım, amma atam qoymadı. Yaxşı, mən gedim. Göndərərsən ha. Kişi deyil be ya. Şamil deyər, atam məni qoymadı. Uşaqlara qıymadı. Ömrünü etdi fəda, bizə dedi əlvida. Necədir? Koç bürcünde olanlar, yeni başlayacağız işlerde uğurlu. Düşündüğünüzün ekmeği, ziyaretiniz. Salam canım, necəsən? Dostum şey, mənə direktor lazım deyil ki, слушай, canım. Sənə nə lazımdır? Oy, mənə sən lazımdır, krasavitsa ты moya. Danışma, ne görüm sənə nə lazımdır? Bu Azərbaycan qızları niyə belə gözəl olur? Canım, sənin üçün dublonka gətirmişəm, özdə Türkiyədən. Takaya knovaya ver, слушай, o qabaqdan qış gəlir. Soyuyacaq havalar, bu keçmədən Bakının şaxtasından. Heç mən razı olaram ki, Takaya Knovaya şurika soyuqdan ölsün. Слушай, üstünə də 1-2 dənə şuri qoymuşam, o da çörək olur. Davay cana, primerim, o əyninə bir dənə. Dənə düymə. Aaa, ты что делаешь, чувика? Слушай, сами 15 сутка басалар içeri. Abreют тебя. Çık buradan bayram. 1000 lira lazımsız şart var bu idarede. Kapıya bir tane karolçu koymuyorlar. Karolçu? Maşa, слушай, mən gəlim oğlum da karolçu da. Клянусь, вот Türkiye'den getirdiğim bütün malları konteyner karşı getirim töküm bura. Hem karolçuluk elim hem mallarını satım da. Ha? Ну ты берешь эту дубленку или нет? Маша, ты что делаешь там? Не несешь? Ben Paris'e zengeliyim. Manyon смотри. Dura kakaya. Gene adama okşasaydı candırmazdı yemin. Gündəyim dağıldı. Aa, вот tufaya. Xərçəng bürcündən olanlar, idmanla məşğul olur. Əzələlər və yaxşı istəyəcəksiniz. Yeni görüşlər başlayacaqlar. Qəşəng tanışlıq mümkündür. Çoxdan görmədiyiniz sevimli adamla görüş şansı düşəcək. Maddi vəziyyətiniz əsasən dəyişməyəcək. Riskli yerlərlə məşğul etməz. Zəhmət olmasa doktor Sadıq Həsənova deyir ki, daxili xəstəliklər şöbəsindən doktor Şamil İsmailov 2 dəfə vaxtını almaq istəyir. Bilirsiniz yanında adam var. Jurnalistler gelip televizyadan. İçeride zaps gelir. Hadi eyleyik, ben gözləyərəm. Mənası yoktur. Onsuz da o bugün hiç kesi kabul edemeyecek. Tələbləriniz
Başa düşmədim. Zapis gecik qutara bilər. Ha, deyil, mən gözləyərəm. Onsuz da o bugün heç kəsi qəbul edə bilməyəcək. Döşün. Qəbul günü deyil. Girmək olmaz. Bəlkə qəbul edin. Nətər adamsınız siz? Burada oturmaq olmaz. Olmaz burada oturmaq. Bəs harda oturmaq olar? Öz otağınızda, ya evinizdə. Bu olmaz ki, xanım qız. Siz təzə işçisiniz. Mən yaxşı tanımırsınız. Mən öz vəzifəmi yerinə yetirirəm. Ha, yaxşı. Ha, bax burada. Qapıda. Kəndarını gözləyəcəm. Sağ olun. Çıxdılar ki. Alo, Elbira, deyilirsiniz. Gelirsiniz. Bəs Xəlil necə oldu? Gəlmədi ya. Ay qız, onun adresi bilirsən. Yaz qoy mənim stolumun üstünə. Gətirdilər təzə stolu. Necədir? Bəyəndin hə? Əla. Sən beni... Qoy telefonu yerinə. Əvvəl icazə alırlar, sonra zəng eləyərlər. Gedə bilərsiniz. Sadıq Həsənov bugün sizi qəbul edə bilməyəcək. Döşür. Məşğuldur. Yanında da adam var. Az, tərbiyyən olsun. Ata o yerində yerdə. Mən deyən lazımdır, bunu ilə döş ağızmağız verirsən. Hara gedirsiniz? Sadıq mənim, icazə olar. Buyur, görüm nə deyirsən? Qız dedi, yanınızda adam var. Görürsən ki, heç kəs yoxdur. Yola saldım, getdilər. Söz verdim. Qısa, yığcam, lakanik. Sözüm çox uzun deyə. Qısa, yığcam, lakanik, mən tələsin. Qısa olmur axı. Bilirsiniz, mən bizim kadrlar şöbəsində oldum. Gülə xanımdan Abdullah Abdullayevin lişli delasını istədim, vermədi. Yaxşı. Dedi gəlin Sadıq müəllimin, sizin icazınız olsun. Yaxşı. Gel. Otur. Şamo, sen Abdullah müəllimin liçini delasını neyinirsən? Şamo, neyva lazımdır Abdullah müəllimin liçini delosu? Abdullah bir vəziyyəti çox ağırdı. Mənə dedilər, qrip olub. Əvvəl qrip olub, sonra qızdırması qalxıb hövlü vəlaya, vırıb kəllə çərxa. Olub apışırdı işi infarkt. Sonra da çerroz tapıbla qaraciyərində. Nə danışırsan? Xəstəxanadadır, hə? Xeyr, evdədir. Sən getmişdin yanına da. Sözü düzü hələ getməmişəm. Şamil, bəs hardan bilirsən bunları? Qonşusu doktor Məbişdidir. Hansı məmkə? İnfeksiyon xəstəliklər şöbəsindəki. Nə pis oldu bu, bugün mənim işim var. Nazirliyə çağırıblar. Orada da bilmirəm, kollegiya nə vaxt qutaracaq. Yox, sabah mən ona baş çəkərəm. Şamil, Abdullah müəllim çox nəcib insandır. Gözəl də alimdir. Bu telefonla danışmışsınız da yəqin ki. Arvadı qoymur. Инфаркт, cirroz. Да это же серьезно, ёлки-палки. Çox sağ olun. Siz məni xəbərdar elədiniz, məlumatlandırdınız. Təşəkkür edirəm. Siz o insani keyfiyyətinizi nümayiş elətdirdiniz. Əyləşə bilərsiniz. Çox sağ olun. Zəng vurun onlara. Mənim adımla. Soruşun nə lazımdır. Mən sabah özüm gedəcəyim. Sabah gec olar, Sadıq müəllim. Gec olar. Onda tez zəng elə. Bir mənə məlumat ver. Baş üstə. Üçün əmrəyə dağılma. Onun evində üçün əmrə yoxdur ki, bu ilə danışın. Sadıq müəllim.
Cəsarət edib sizdən bir söz soruşmaq istəyirəm. Vallahi heç gözünüzdən düşməyib ha. Yığcam. Bilmirəm necə deyim. Lakanik. Sadıq bəli. Abdullah bəli bir yerdə kimi qoyacaqsınız? Deyirəm ki, Abdullah bəli bir yerdə kimi qoyacaqsınız? Şamil, sen demek bunun için gelmişsin benim yanıma. Ne murdar, ne zavallı, ne yaramaz adamlarıq biz. Sadıq bəli. Sağ adamın yerine göz dikirik. Sadıq bəli, atamı görür üçün mən elə demək istəmədim mən. Öz millətimizə xəyanət eləyənlərik biz. Sadıq bəli. Ona göre bugüne kalmış. Bir kere soruşma. Ona göre torpaqlarımızı itirmişik. Sadıq bəli. Çık buradan böyle. Gözüm seni görmesin. Redd ol. Sadıq bəli. Ne bileyim valla canım çıktı. Инфаркт, цирроз. Да это же серьезно, елки-палки. Şamil benim. Renginiz ağappaqdır Şamil müəllim. Ne olur size? Ay Halil. Ay Halil, haradasan? Maşınım xarab olmuştu. Pompası dağılmıştı. Yolda kalmıştım. Hala nə maşındır, nə pompa. Saat neçədir? Cavab hanı bəs? 7'nin yarısıdır. Hamı gedib Şamil müəllim. Evdə dedilər ki, məni axtarırsınız, tez təcili özümü çatdırdım. Otağımız genişlənib Şamil müəllim. Təzə stol antiqədir, laf uzan üstündə yat. Hala dedim axı bu stolu ona qoysunlar. Dedim də. Gördüm stolun üstündə bu mənim adresim. Xeyir ola. Xeyirdir. Şamil müəllim deyirlər, Abdullah müəllim ölüm ayağındadır. Elə mən özüm də ölüm ayağındayım. Allah eləməz. Sən gələndə Nə? burada heç kəs yox idi. Yox, heç kəs. Bəs hardan bildin? Nəyi? Kişinin ağır olmağını. Hə, o koridorda qərənfili gördüm. Dedi ki, Abdullah müəllim üçün nekroloq yazmışam. Ay onun dili yansın. Hələ tapşırmışam ha, nə dil bilsin, nə dodaq. Yox, mənə dedi, başqa adama deməz yəni. Hardan bilirsən? Mənə elə gəlir. Sən Xəlil, bilirsən deyil hə? Nə? İndi Sadıq müəllim tapşırdı mənə. Sən Zəyvur Abdullah müəllim gilə. Deyirlər, onu ilə şəxsən danışmaq istəyirəm. Sən ha, mən yox. Bildim, başa düşdüm. Deyirlər, Sadıq Həsənov tapşırıb. Özü telefona gələ bilmir. Bəlkə gəldi. Hə, yoxum bilərik də. Səhərdən 5-6 dəfə mən zəng vurmuşam. 10 dəfə o sırtıq ellər zəng vurub. Gəlmir də telefona. Gəlmir. Ya da bəlkə gedəsən evlərdə. Mən? Doktor məmiş görəsən buradadır. Xəbəri o gətirib. Abdullah müəllimin ölüm ayağında olması xəbərdir. Bilirsən də kimi deyirəm? Bilirəm də kimi deyirsin. Bir dənə məmişimiz var da, Yunus'da.
Bu vaxtda mən iş qala. Bu dəqiqə mən özüm zəng edəyərəm. Lazım gəlsə gedərəm. Bir taksi tutub gedərəm. Bir şirvan eləyir də. Siz məni bağışlayın. Sizdə bir şirvan olar. Məndə yoxdur sizin əziz canınız üçün. Salam aleyküm. Abdullah müəllimin evidir. Bağışlayın, kimlə danışır ha? Abdullah müəllimin yoldaşıdır. Necəsiz? Bağışlayın, Sadıq Həsənov institutun direktoru tapşırıb ki, Abdullah müəllimlə şəxsən danışaq. Bəli. Nə? Telefona gələ bilmir. Onda narahat eləməyin. Telefonun şunuru qısadır. Başa düşdüm. Onda necə? Özü gəlir telefona. Ben yoxam. Abdullah müəllim, sizsiz? Çox şükür. Necəsiz? Çox şükür. Laf yaxşı. Elə necə? Sabah bəlkə tələsməyəsiz Abdullah müəllim. Bu indiki qriplər o qriplərdən deyil ha. Bəs doktor Bəbiş dedi ki, apışırdı infarkt, çerroz. Yo, Şamil müəllim də gedib. Hamı gedib, tək mənəm. Bəli, inşallah səhər gözləyirik siz Abdullah müəllim. Bəli. Sizin üçün təzə stol qoyublar. Şamil müəllim şəxsən özü təşkil edib. Bəli. İnşallah səhər gözləyirik sizi. Can sağlıq Abdullah müəllim. Bəli, can sağlıq. Halil, Bəli. yarım stəkan su ver bana. Bu dəqiqə. Buyurun. Stolu sirtməsini aç. Orada nekronik var. Cır onu tulla. Bu ne? Yok, yandır onu, yandır. Koy zajgalkamı takım. Bu dəqiqə. Şamil müəllim, yaxşı ki buradasınız. Kassirşanı zorla saxlamışam. Qurban olum. Alın maaşını verin mənim altı şirvanımı. Şamil müəllim. Ne oldu size Şamil müəllim? Evdə köməklə. Boğazın düyməsini aç. Yoxsa mən kırıqdırdım mənim. Mənim nə günahım var ki, altı şirvan az pul deyil axı. Şirvan müəllim. Şamil müəllim. Şamil müəllim. Deyirəm, Git sen git. Şamil müəllim, ay Cemal köməkli. Ay hara gelirsən? Sen təcili yardıma zəng vur. Burada dayanma, get. Şamil müəllim. Kişiyə bir şey olsa, mənim altı şirvanım toçnu var. Alo, Cevuşka, skori, Azərbaycanlısan? De də bunu da. Deyirəm axı, Rusça danışa bilmirsən. Ünvanı yaz, ünvanı. Zalimin qızı zalim, nə Azərbaycanca bilir, nə Rusça. Ünvanı, adresi, Amansız ölüm, Respublikamızın məşhur tibb alimi Şamil İsmətoğlu İsmailovu aramızdan aparmışdı. Elmira, abi nədir? Biz tərəfdə hörmətli adamın halvasına gülaf qatırlar. Böyük danışma. Bu maç halvasına halva çatmaz. Çatar. Çatmaz. Dedim çatmaz, abala. Axala, yaşın qədər yasda oturmuşam. Deyirəm ki, çatar. Yazıq Şamil müəllim. Məcid, bəlkə məşhur pozum tanınmış yazın. Haydi məşhur ol ki, həf yerində oturası dök. Nə deyirəm, o yaz. Yazdım, deyirəm bəlkə qəflətən aparmışdı yazımı.
Qəflətən niyə? Hamı gözün qabağında olan şeydir. Zalım oğlu balonla dərman durdu. Rusi, Hı? o kadın var ha. Hansı? Ne işim olmaz. Ha? O zengilese trubkanı vereceğim sana. Niye? Bu haberi ben ona diyebilmem. Elmira xanım, mən Priço. Görün mən xatya sala bilirsiniz. Sən bu arada təzə nişanlamışam. Benim şart xəbər zaten mən deyim. Estağfirullah, işə düşmədi o. Hə, o qız bir də zəng eləsə, trubkanı verərsiniz. Ha, bu xəbər ona elə çatdırım ki, heç ruhu dinciməsin. Hələ söyüncək da. Ya, amansız ölüm. Onu yazdır da. Bax, indən deyirəm ha. Mənim qəzetdə tanışım yoxdur. Belə papanalardan zəhləsi gedir. Bə, boyda iş görür, onu kim tapayacaq? Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Nədir? Yenə də Nikroğlu. İt oğlu itə məgər əvvəlcədən pulumu verməsələr. Amma yox. Qoy bir də sınayım. Şamil, 6 şirvan ver. Sənə elə bir başsağlığı verim. Elə bir başsağlığı verim. Ömründə eləsini görməmsən. Bir şəkil də ver, David Nativini açsın. Görüm 6 şirvanı. Burada yok idi ha. Allah xeyrə calas oldu. Sizi görüb ki, ömrünüz boyu maaşa baxasınız. Düşməni bu günə saldınız, ha? Neyləmişdir mən sizə? Hörmət lazım idi, deyə düzəliyəydim. Bir dənə fərzi başlayın. Müsbət qəhrəman yarada bilmirdiniz. Ha? Nəş gülürsünüz? Burada gülməli nə var? Özgəsinə qazma qoyub sən sonra bir baş özündə yıxılarsan ora Özgəsinə qazma qoyub sən sonra bir baş özündə yıxılarsan ora Gülmə yaxın əqrəbana qonşuna Çünki olanlar da gələr başına Qəribədir bu dünyanın işləri Mərəkədir bu dünyanın işləri Qəribədir bu dünyanın işləri Mərəkədir bu dünyanın işləri İstəmə Çünki qalarsan hamıdan pis günə Bir kişinin pis gününü istəmə Çünki qalarsan hamıdan pis günə Xeyr olan yerdə nə lazımdır şər Özgənin atına binən tez düşər Qəribədir bu dünyanın işləri Mərəkədir bu dünyanın işləri
işleri. Garibedir bu dünyanın işleri, işleri. Merekedir bu dünyanın işleri, merekedir mereke.